Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. Salam. Bugün 8-ci sinifdən səhifə 57-də əsaslar mövzusunun suallarına baxaq. Əvvəlcə qısa bir izah vermək istəyirəm, aydın olsun deyə sizin üçün. Deməli, burada sizin üçün bir neçə əsasların adları, formulları verilib. Əsasları adlandıranda necə adlandırırıq? Ümumiyyətlə əsas nədir? Əsaslarda deməli, metal katyon olur, OH hidroksid qrupundan ibarət olan birləşmələrdir. Amma bir dənə istisna var, NH4OH. Gördüyünüz kimi burada metal yoxdur. NH4 amonim iyonu deyirik buna. OH ilə birləşib və hidroksid əmələ gətirir. Bu hidroksid qrupudur. Adlandıranda da bunu amonim hidroksid adlandırırıq. Digərləri, məsələn, lityum OH adlandıranda lityum hidroksidi adlandırılır. Əgər sabit valentli metaldırsa buradakı, o zaman onun valentlini deməyə ehtiyac yoxdur. Metalın adı və sonda hidroksid sözü deyirik. Və yaxud da natrium hidroksid, alüminium hidroksid. Amma ola bilər dəmir OH2 olsun. Dəmir dəyişkən valentlidir. Dəmir OH3. Bunun bu formada 2 dənə hidroksidi var, əsası var. Bunları adlandıranda əlbəttə biz fərqləndirməliyik. Çünki dəmir hidroksid desəm mən nə bilim burada 2 olan nəzərdə tuturuq, yoxsa 3 olanı. Dəmir OH2-dirsə, dəmir 2 hidroksid deyirik. Dəmirin valentliyini qeyd eləməliyik. Dəmir OH3-dürsə, o zaman dəmir 3 hidroksid deyirik. Qaydamız belədir. Və burada OH qrupunun valentliyi də 1-ə bərabərdir. Yəni, burada metalın ayağına, indeksinə heç bir şey düşmür. Amma metal neçə valentlidirsə, OH qrupu mötərizəyə alıb, 2-3 valentlidirsə onu qeyd eləməlisiniz. 1 olanda isə qeyd eləmirik. Baxın, necə ki, burada natrium OH-da mötərizəyə alıb heç bir şey qeyd etməmişik. Və əsasları suda həll olub olmamasına görə 2 hissəyə bölürük. Suda həll olanlara gələvlər deyirik. Gələvlərin tərkibində olur deməli bir ay yarımqrup metallar, gələvi metallar, yəni lityum, natrium, kalium, rubidium, sezium və gələvi torpaq metalları, kalsium, stronsium, barium. Bunların əmələ gətirdiyi əsaslar suda həll olandır və gələvlər adlanır. Həmçinin siz burada NH4OH-ı da qeyd edin ki, bu da zəif gələvidir. Yerdə qalanlar isə, məsələn, amfoter metallar hansılardır? Sink, alüminium, amfoter metalların, sonra passiv metalların, orta aktiv metalların əsasları isə suda həll olmayanlardır. Amfoter metalların hidroksidlərinə, əsaslarına həmçinin amfoter hidroksidlər də deyilir. Məsələn, sink hidroksid amfoterdir. Amfoter, yəni necə fərqləndirir? Yəni turşu ilə həm də əsasına reaksiyaya girə bilir. Sonra suda həll olanlarla həll olmayanların kimyəvi xüsusiyyətləri bir-birindən fərqlidir. Məsələn, qələvlər parçalanmır, suda həll olmayanlar isə parçalanır. Qələvlərdən parçalanan sadəcə bu NH4OH-dır istisna olaraq. Bu parçalanır. NH3 üstə gəl H2O-ya. Digər qələvlər heç biri parçalanmır. Suda həll olduqları üçün lakmusun rəngini dəyişə bilirlər, əsasi mühit əmələ gətirə bilirlər. Amma suda həll olmayanlar əsasi mühit əmələ gətirə bilmir. Çünki OH iyonu əmələ gələ bilmir. Orada mühiti biz nəyə görə təyin edirik? Turşularda H müsbət iyonu əmələ gəlir. Ona görə təyin edirik. Əsaslarda isə OH iyonu əmələ gəlir. Ona əsasən təyin edə bilirik. Sonra qələvlər elektrolitdir, elektrik cərəyanı keçirə bilirlər. Amma suda həll olmayanlar çöküntüdür də, yəni onlar iyonlarına ayrıla bilmirlər və qeyri-elektrolitlər hesab olunur. İyonlarına ayrılma prosesində gördüyünüz kimi natrium OH məsələn, burada da əgər bir turşuludursa, bir turşulu olmağını nədən bilirik? OH-ın sayından. Burada hər hansı bir istisna yoxdur. Turşularda 2 dənə istisnanı vurğulamışdıq. H3PO2 və H3PO3 də istisnadır. Hidrogen sayına bərabər deyil əsaslıq. Amma burada OH-ın sayına görə turşuluq müəyyən edilir. Mən deyəsən bayaq səhv dedim, əsaslıq dedim.
Əgər elə dedim sözünü sayın. Deməli, natrium OH-da OH-ın sayına görə turşuluq müəyyən edilir. OH-ın sayı bir dənədirsə bir turşuluğa əsasdır. 2 dənədirsə, məsələn, kalsium OH2-də 2 dənə OH qrupu var. Bu 2 turşuluğu əsas olacaq. Alüminium OH3 3 dənə OH var, 3 turşuluğu əsas olmuş olacaq. Və qələvilər ionlarına ayrıla bilir. Metala və hidroksid ionuna ayrılır. NH4 OH da ionlarına ayrıla bilir. NH4 müsbət amonium ionu və OH ionu. OH ionu, hidroksid ionu aniondur. Metallar isə müsbət yüklüdür, kationlardır. Deməli, iki turşulu əsaslar 2 mərhələdə, 3 turşulular 3 mərhələdə dissosiasiya edir. OH ionu hər bir, yəni bu kationdan ayrılana qədər dissosiasiya prosesi gedəcək. Ümumi olaraq da yaza bilərsiniz. Təbii ki, dissosiasiya tənliyini OH-ın sayını əmsal olaraq qarşısında qeyd edirik. Və mühitin təyini. Qələvlərdən mühiti biz universal indikatora görə təyin etdikdə göy rəngə boyanır. Məhlul, sonra lakmus kağızını da əlavə etdikdə göy rəngə boyanacaq. Fenolftaleninlə çəhrayı rəngə, metal sarı rəngə, pH metrlə müəyyən eləyiriksə, gördüyünüz kimi burada qurğuda 7-dən böyük qiymət alacağıq. Gəlin indi öyrəndiklərimizi tətbiq edək. Alüminium və hidroksid ionlarına əmələ gələn əsasın formulunu müəyyən edib adlandırın. Deməli, alüminium ionu, alüminium 3 valentli olur, oksidaşma dərəcəsində birləşmələrdə yalnız müsbət 3 olur. Alüminium ionu, alüminium 3 müsbətdir, hidroksid ionu da OH mənfidir. Bunların əmələ gətirdiyi əsasın formulu alüminium OH3 olacaq. Adını da müəyyən etsək, alüminium sabit valentli olduğu üçün alüminium hidroksid olacaqdır adı. İkinci suala baxaq. Kalsium hidroksid və natrium hidroksid tam dissosiasiya etdikdə onların hər birinin suda məhlulda kation və anionların say nisbəti necə olar? Deməli, kalsium hidroksid ümumi dissosiasiyasını yazaq. Kalsium 2 müsbət, üstə gəl OH mənfi. Burada deməli 2 dənə OH ionu əmələ gəlir. Sonra natrium hidroksidə baxaq. Bu bir mərhələdə dissosiasiya edicilə. Natrium müsbət, üstə gəl OH mənfi. Kation və anionların say nisbəti necə olar? Suda həll edilən kalsium hidroksidinin yarısı 1, digər yarısı 2 mərhələdə dissosiasiya etsəydi, məhlulda anion və kationların say nisbəti necə olardı? Cavabınızı əsaslandırın. Deməli, burada sual aydın verilməyib. Hər birinin suda məhlulda kation və anionların say nisbəti necə olur? Ayrı-ayrılıqla baxırıq, ikisini müqayisə eləmirik. Deməli, birincidə kation və anionun say nisbəti 1-in 2-yədir. Gördüyünüz kimi əmsallardan görürük. Burada isə 1-in 1-ə nisbətindədir ayrı-ayrılıqda. Yəni, ikisinin bir yerdə nisbətini hesablamamızı istəmir hər halda. Suda həll edilən kalsium hidroksidin yarısı 1, digər yarısı isə 2 mərhələdə dissosiasiya etsəydi. Məhlulda kation və anionların say nisbəti necə olardı? Gəlin, ikinci mərhələ, 2 mərhələ ilə yazaq. Əslində, əsas etibarı ilə sonda anion və kationların sayı, yəni bu son mərhələdə necə alırsa, 2 mərhələ də yazsa, sonda eyni nəticəni alacaqsınız. Deməli, kalsium OH2 birinci mərhələsini qeyd edək. Burada alınır kalsium OH müsbət, üstə gəl OH mənfi. İkinci mərhələdə kalsium OH müsbət, alınır kalsium 2 müsbət, üstə gəl OH mənfi. Deməli, bunu qısa şəkildə necə deyib, 1 moluna görə, məsələn, burada 1 moluna görə götürmüşük də 1 molekul kalsium OH2 deyil. Sonda 1 molekul kalsium 2 müsbət ionu, 1 mol kalsium 2 müsbət ionu, 2 mol OH mənfi ionu əmələ gəlib. Burada isə belə deyək, burada deyir ki, kalsium hidroksidinin yarısı bir mərhələdə, elə bil ki, 0,5 molu.
Bir mərhələdə dissosiasiya eləyib. Digər yarısı iki mərhələdə dissosiasiya eləyib. Bir mərhələdə dissosiasiya eləyəndə 0,5-dən 0,5 kalsium 2 müsbət alınır və 1 molda OH mənfi alınır. Bir mərhələdə dissosiasiya etdikdə. İki mərhələdə dissosiasiya etdikdə bunun 0,5-dən burada əmsala ehtiyac varmı? Evet. 0,5-dən 0,5 bu. Bu da 0,5. Ha, bu artıq 0,5 var ha. Bu sonda olmayacaq. Bundan 0,5 aldıq. Sonda bu 0,5 alınır. Bu da 0,5 alınır. Deməli, e, kation və anionların say nisbəti burada necə olacaq? Yuxarıda baxın, ümumi kalsium 2 müsbətimiz nə qədərdir? 0,5. Kalsium 2 müsbətimiz var. OH mənfimiz nə qədərdir? 1 dənə. Aşağıdakıları toplayaq. Aşağıda son olaraq kalsium 2 müsbət kationumuz nə qədərdir? 0,5. Bunun üstünə bir dənə 0,5 gələcək. Üstə gəl. OH mənfi nə qədər almış? OH mənfi baxın 0,5 yuxarıda var. 0,5 də aşağıda. Yəni 2 mərhələdə dissosiasiya edəndə bir dənə salınır ümumi olaraq. 2 dənə deməli OH mənfi almış olduq sonda və bir dənə də kalsium 2 müsbət. Yəni biz bunu molun eyni götürüb, yəni iki hissəyə bölüb, birin bir mərhələdə, birin iki mərhələdə dissosiasiya eləsək də, orada başlanğıc maddənin sayını, mol sayını eyni götürdüyümüz üçün son olaraq yenə də kationla anionun say nisbəti 1-in 2-yə nisbətində olmuş olacaq. Belə qeyd edilə bilərsiniz ki, suda həll etdi, kalsium hidroksidi yarısını bir, digər yarısını iki mərhələdə dissosiasiya etdikdə sonda kationların və anionların say nisbəti 1-in 2-yə nisbətində olur. Çünki kalsium hidroksidin götürülən başlanğıc mol sayını, miqdarını dəyişmirik. Əgər dəyişsək, təbii ki, başqa nisbətlər alacağıq. Və baxaq öyrəndiklərinizi yoxlayın hissəsinə hansı maddələrə əsaslar deyilir, əsaslara hansı nümunələri göstərə bilərsiniz. Tərkibində metal və yaxud da amonium iyonu ilə birləşmiş hidroksid iyonu olan maddələrə əsaslar deyilir. Əsaslara hansı nümunələri göstərə bilərik? Natrium OH göstərə bilərik, NH4OH-ı göstərə bilərik, xrom OH3-ü göstərə bilərik və yaxud da barium OH2-ni nümunə göstərə bilərik. Gördüyünüz kimi tərkibində metal və hidroksid iyonundan ibarət olan birləşmələrdir. İkinci nümunədə görək nə deyir sualda? Əsasları adlandırın deyir. Adlandıraq. Deməli, barium OH2. Bu olur, mən yazmıram artıq özünüz qeyd edərsiniz. Barium hidroksid. Çünki barium sabit valentlidir. Sonra mis sabit valentli deyil. Valentliyi burada 2-dir. Qeyd etmək lazımdır. Mis 2 hidroksid. Kalium sabit valentlidir. Kalium hidroksid olacaq. Dördüncü dəmir OH3. Dəmir də sabit valentli deyil. Ona görə bunu da adlandırarkən valentlini demək lazımdır. Dəmir 3 hidroksid olacaq adı. Sonra burada magnezium hidroksid, alüminium hidroksid və litium hidroksidin formullarını yazın deyir. Magnezium hidroksid, ümumiyyətlə burada görürsünüz heç birinin valentlini qeyd eləməyib. Hamısı sabit valentlidir. Magnezium 2 valentli olduğu üçün OH mötərizə alınır, ayağında 2 yazılır. Alüminium 3 valentli olduğu üçün OH-ı mötərizə alıb ayağında 3 yazırıq. Litium 1 valentli olduğu üçün OH-ı mötərizəyə almırıq. Yanında belə yazırıq. 3-ə baxaq. Nə üçün dəmir OH2-dən fərqli olaraq kalsium OH2 adlandırdıqda kationun yükü qeyd olunmur? Yazırsınız ki, burada kalsium sabit valentlidir. Bir əsas əmələ gətirə bilir. Dəmir dəyişkən valentlidir. 2 müxtəlif əsas əmələ gətirə bilir. Ona görə də fərqləndirməkdən ötürü kationun yükü qeyd olunur. Kationun yükü deyəndə ilə valentliyi nəzərdə tutulur. K
Kalium hidroksidin suda məhlulu elektrik cəryanı keçirirmi? Yazırsınız, bəli, keçirir. Çünki suda məhlulu ionlarına ayrıla bilir. Bunu da qeyd edirsiniz və kalium OH dissosiasiya prosesində yaza bilərsiniz bula. Kalium müstəqil OH mənfi. Litium hidroksid və barium hidroksidin dissosiasiya tərkiblərini tərtib et. Litium OH. Bir mərhələdə barium hidroksid. 2 mərhələdə dissosiasiya edir. Belə yazmağı qeyd etməyin. Ümumi olaraq belə də yaza bilərsiniz. İyonun yükündə hardan bildik kation üçün? OH-ın ayağına bax. OH-ın sayda sağda 2 olur, çünki sol tərəfdə 2 dənə var. Belə, bu qədər sağ olun, salamat qalın.